Müsəlmanın Qalası kitabında müəllif rahimehullah əzan verilərkən oxunan zikirlərdən, dualardan gətirir ki: "Və ana əşhədu an la ilahe illallah vahdehu la şerike leh və enne Muhammeden abduhu və rasuluh. Raditu billahi rabben və bi Muhammedin rasule və bil İslami dine." Yəqulu zəlikə aqibə təşəhhudil müəzzin. Və əzanı eşitdiyi zaman və yaxud şəhadət kəlmələrini əşhədu an la ilahe illallah kəlməsini eşitdiyi zaman deyir ki: "Və ənə, mən də şəhadət verirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, o təkdir, onun şəriki yoxdur. Və Muhammed sallallahu aleyhi və səlləm onun qulu və elçisidir. Allahın Rəbb olmasına, Muhammedin Rasul olmasına və İslamın da din olmasına razı qaldım." Və bunu qeyd olaraq gətirir ki, müəzzin təşəhhüd etdikdən sonra, təşəhhüd yəni şəhadət mənasında, şəhadət kəlmələrini dedikdən sonra deyir. Və bu hədislərdə gəlmişdir. Sa'd ibn Abi Waqqas radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "Mən qalə heyne yesma'ul muəzzin." Kim müəzzinin dediyini eşidərsə, əşhədu an la ilahe illallah vahdehu la şerike leh və enne Muhammeden abduhu və rasuluh. Və burada ümumi gəlir, inşallah izah gələcək. Müəzzini eşitdiyi zaman, yəni bu zikri deyərsə, "Ğufira lehu zəmbu", onun günahı bağışlanar. Və digər rəvayətdə isə kim müəzzinini eşitdiyi zaman və ənə əşhədu, mən şəhadət edirəm deyərsə. Və həmçinin İbn Xuzeymədə də Sa'd ibn Əbu Vaqqas radiyallahu anhudan keçir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Mən qalə hinə yesma'ul muəzzin", müəzzini eşitdiyi zaman deyərsə ki: "Və ənə əşhədu an la ilahe illallah vahdehu la şerike leh və enne Muhammeden abduhu və rasuluh. Raditu billahi rabben və bi Muhammedin rasule və bil İslami dine. Ğufira lehu zəmbu." Yəni bu zikri edərsə onun keçmiş günahı bağışlanar. Və müəllif rahimehullah əzan verilərkən oxunan zikirlərdən bunu gətirir. Yəni başqa bir zikirdir. Və ənə əşhədu an la ilahe illallah vahdehu la şerike leh. Yəni bu Səhih Müslimdə keçir. Sa'd ibn Əbu Vaqqas radiyallahu anhudan və burada ləfzdə keçir ki, müəzzini eşitdiyi zaman bu kəlmələri söylüyor. Yəni buna əsasən müəyyən ixtilaf yaranıb. Yəni müəzzini eşidən kimi deyir, yoxsa şəhadət kəlmələrini eşitdiyi zaman. Çünki bu hədisin ləfzində ümumi gəlir ki, "Mən qalə hinə yesma'ul muəzzin", müəzzini eşitdiyi zaman. Əgər bu hədisin zahir üzərində qalsaq, deməli müəzzinin səsini eşidən kimi, əzanı eşidən kimi bu sözləri deyir: "Əşhədu an la ilahe illallah vahdehu la şerike leh və enne Muhammeden abduhu və rasuluh." Və bunu gətirir. Və həmçinin ehtimal var ki, şəhadət kəlmələrini eşitdiyi zaman və həmçinin digər ehtimal isə əzanın sonundakı la ilahe illallah kəlməsini eşitdiyi zaman. Yəni bu zikri söylüyor. Lakin bu ehtimalı aradan qaldıran nədir? Digər bir səhih rəvayət var. Bu Tahavidə keçir. Eyni hədisin rəvayətidir. Yəni Sa'd ibn Əbu Vaqqasdan gəlir. Və orada isə keçir ki: "Mən qalə hinə yesma'ul muəzzinə yetəşəhhəd." Yəni kim müəzzinin təşəhhüd etdiyini eşidərsə, təşəhhüd yəni şəhadət sözündən şəhadət kəlmələrini söylədiyini eşidərsə, artıq burada açıq aydın gəldiyinə görə tərəddüdə yer qalmır və bu zikir şəhadət kəlmələri deyildikdən sonra bunu söyləyir.
Bəziləri isə gətirirlər ki, əzan bitəndən sonra deyir ki, bu zikri söyləyir və raditu billahi rabben və Muhammedin rasulə və bil İslam dinə. Yəni müəzzinin sözlərini təkrarlayır. Yəni müəzzinə icabət edir. Yəni əzanın sözlərini tam bitirdikdən sonra, əzan qurtardıqdan sonra deyir. Yəni buna da səbəb nədir bu sözü deməyə? Deyirlər ki, əzan verilərkən bunlar deyilərsə, əzanı təkrarlamasına mane olur və gecikir müəyyən qədər və bu baxımdan da əzan bitirdikdən sonra, tamamlandıqdan sonra deyilməsini uyğun görüblər. Elm əhlindən bəzisi. Yəni başqa bir şeylə məşğul olmasın deyə. Çünki əzanın da təkrarlanması digər hədislərdə gəlmişdir. Lakin buna cavab olaraq deyilir ki, şəhadət, yəni bu digər hədisdə şəhadət sözdür, kəlmələrini, əşhədu an la ilahe illallah və əşhədu enne Muhammed Rasulullah kəlmələrini eşitdiyi zaman deyir və ardınca da raditu billahi rabben və bil İslami dinən və bi Muhammedin rasulə və bundan sonra əzanı təkrarlayır. Və burada belə bir mükafat gəlib. Mükafat gəlib ki,ğufira ləhu zəmbu, onun günahı bağışlanar. Və hətta bəziləri deyir ki, bəzi alimlər, yəni bu mükafatı əldə etmək üçün, yəni əzanı təkrarlamamasında da bir problem yoxdur. Çünki bununla yəni bu mükafatı əldə edir. Və bəziləri isə gətirir ki, burada gecikməsi üzürlüdür. Üzürlü olduğuna görə, yəni bu şəhadət kəlmələrini eşitdiyi zaman bu zikri edir və üzürlüdür və sonradan yenə qoşularaq təkrarlayır. Əzanın sözlərini təkrarlayır. Demək, şəhadət kəlməsi əşhədu an la ilahe illallah və enne Muhammed Rasulullah, yəni bu barədə artıq danışılmışdır. Yəni bu nəyi tələb edir? Şəhadət kəlməsi tövhidi, ibadətdə Allah Teala'nı təkləşdirməyi və həmçinin Muhammed Rasulullah şəhadəti isə Peyğəmbər sallallahu aleyhi və səlləmi tabiçilikdə təkləşdirməyi gərəkdirir. Yəni insan dini elmi ondan götürməli, ona tabi olmalı. Çünki Allah Teala buyurur ki, وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ. Yəni Peyğəmbər sizə nə verirsə onu götürün. Çünki nümunə odur, ümmətin nümunəsi odur, tabi olunan odur. Və sonra şəhadətin ardınca deyilir ki, raditu billahi rabben. Allahın Rəbb olmasına razı qaldım. Yəni sən etiraf edirsən ki, elan edirsən ki, sən kifayətlənirsən, qani olursan və boyun əyirsən ki, Allah Teala sənin Rəbbindir, xaliqindir və idarə edəndir və idarə edən və sənin ağanın Allah olmasına razı qalırsan. Yəni deyirsən ki, mənim işlərimi idarə edən, məni zahiri və batini nimətlərlə tərbiyə edən mənim seyyidim ağamdır, yəni Allah Teala'dır. Çünki Rəbb sözünün mənalarından biri də əs-seyyid mənasını verir. Vəl-murabbi, yəni tərbiyə edən mənasını verir. Məxluqatın işlərini idarə edən mənasını verir. Və bu Rəbb adını izah edərkən bunlar keçmişdir. Və burada keçir ki, Ənə raditu billahi rabben, yəni mən Allahın Rəbb olmasına razı qaldım. Yəni insan bunu etiraf edərsə ki, yəni Allah Teala'dır, onun işlərini idarə edən və Allahın əhkamlarına, şəri əhkamlara etiraz etməz. Əgər bir insan bunu deyirsə, mən Allahın Rəbb olmasına razıyam, şəri əhkamlara etiraz etməməlidir. Və deməməlidir ki, yəni bunu mən
ağlıma ərz edim, əgər uyğundursa qəbul edim, yoxsa qəbul etməyim. Yəni bu sözləri deyən insan Allahın Rəbb olmasına razı qalmamışdır. Və deməsi ki, yəni bu xitabla qani olum, mənim də ağlım var, ağlıma ərz edim. Yəni insanın bu ağlı nədir, onun qiyməti nədir, onun çəkisi nədir ki, dəlillər, vəhyin nasları, dəlilləri ona ərz olunsun. Və sözsüz ki, bu da böyük bir yolu azmaq sayılır və cəhalətdir. Yəni vəhyin dərəcəsini, qiymətini bilməməkdir, əzəmətini bilməməkdir. Və eyni zamanda insan öz ağlını və öz ağlının zəifliyini bilməməsidir. Və öz ağlına layiq olandan artıq bir həcm verməsidir, miqdar verməsidir. Yəni hansı ki, bəzi insanlar ki, öz başlarından müəyyən məsələləri ifraz edirlər və ola bilər danışıqları bəzənmiş, gözəl danışıqlar ola bilir, fəlsəfə, amma bunun altında bir şey yoxdur. Yəni səhih elmə əsaslanmayan bir danışıqdır. Və buna görə bu baxımdan böyük bir problem vardır. Yəni insanların vəhyə təslim olmaq baxımından. Yəni insan vəhyin qarşısında, Quran gəldisə, dəlillər gəldisə, ona tam şəkildə təslim olmalıdır. Yəni ağlını vəhyin qarşısına qoymamalıdır. Və bu sözü dediyi zaman insan da raditu billahi rabben, mən Allahın Rəbb olmasına razı qaldım. Yəni hər dəfə əzan verildiyi zaman biz bu sözü deyirik. Və görəsən bunun mənasını anlayırıqmı, hiss edirikmi? Və bunu anladıqdan sonra kimsə buna etiraz edə bilərmi? Yəni gələn dəlillərə, şəri əhkamlara etiraz edə bilərmi? Və həmçinin bu sözü deyən insan Allah Teala'nın kövni qədərinə, kövni əhkamlarına da qarşı çıxa bilməz, etiraz edə bilməz. Məsələn, kimisi kasıbdır, kimisi zəngindir, kimisi xəstədir, kimisi sağlamdır, kimisi özündə müəyyən imtihandadır, müəyyən bəlaya düçar olub, kimisi evladı baxımından bəlaya düçar olub, kimisi yoldaşı baxımından, kimisi malı baxımından müəyyən bir bəlaya, müsibətə düçar olub. Və artıq bu sözü deyən insan, Allahın Rəbb olmasına razı qalan insan belə bir müsibətlərlə qarşılaşdığı zaman deməz ki, nə üçün ey Rəbb belə etdin? Və yaxud da bəzi ifadələri işlədə bilməz ki, o ifadələr Allah barəsində pis səndən xəbər verir. Və deməsi ki, yaxşı insanlar yardımsız qalır, müvəffəq olmur. Amma batil insanlar, batil yolda olanlar, üz çevirənlər isə yuxarı qalxır, zəfər əldə edir və bu sözlər doğru sözlər deyildir. Yəni bu sözlər insanın Allah haqqında pis zəndə olması sayılır. Çünki hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allah idə əhabbə qavmən ibtələhum. Allah Teala bir qövmü sevərsə, onları imtihana çəkər. Və bəlanın miqdarına görə də mükafat vardır. Lakin kimdir Rəbbini həqiqi olaraq tanıyan, Allahın Rəbb olmasına razı qalan, Allahın idarəçiliyinə, qəza və qədərinə, təqdirinə razı qalan kimdir? Və o insan deyir ki, Ya Rab, mən razıyam sənin buyurduqlarına, sənin təqdir etdiyinə mən razıyam. Acəbən li əmril mümin innə əmrahu kulləhu ləhu xeyrən. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən mömin insanın işinə təəccüblənirəm, onun hər bir işi onun xeyrinədir. Və onda heç bir sıxıntı qalmır, hüzün, kədər, həsrət qalmır. Özünə baxır və başqalarına baxır və müqayisə edir, yəni əksinə yaxşıya doğru və şükrünü artırır. Yəni müqayisə edərək kədərini artırmır. Əksinə özündən aşağıda olanlara baxaraq şükrünü artırır. Raditu billahi rabben və bi Muhammedin rasulən.
və Allahın Rəbb olmasına razı qaldım və Muhammedin sallallahu aleyhi və səlləmin Rasul olmasına razı qaldım. Yəni onun bizə Rasul olaraq göndərilməsinə, bütün insanlara Rasul olaraq göndərilməsinə razı qaldım. Və bu da onu bildirir ki, onunla göndərilən hər bir şeyə razıdır. Əgər razı deyilsə, onda bu risalətin, Rasulun nə mənası vardır? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala tərəfindən gələni çatdırandır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin Rasul olaraq razı qalmaq, yəni onun tərəfindən gələnləri qəbul etməkdir. Yəni qəbul etmək mənbəyini, məsdərini təkləşdirməkdir. Yəni vəhiydən özünə uyğun olanı götürməsi deyildir. Və sonra yəni haqla batili qarışdırması deyildir. Və haqla batili kim qarışdırırsa və ağlını önə keçirirsə və görürsən ki, qəribə insanlar ortaya çıxır. Vəhyi zibil başlardan çıxan fikirlərlə qarışdırırlar. Azmış nəzəriyyələrlə. Və çox təəssüf olsun ki, belə insanlar da ortamda böyük bir rəvac tapırlar. İnsan belələrinə baxdığı zaman deyir ki, bəs Dəccal gələndə necə olacaqdır? Yəni, nə qədər insan bunlardan nə qədər Dəccala tabi olacaqdır? Açıq aydın zəlalətlər və bəzənmiş adlarla çoxları ortaya çıxırlar. Doğru olmayan sözlər, zəlalət və bəzən şirk olan sözlər, ilahiyyətdə, uluhiyyətdə olan şirk, rububiyyətdə və daşların, iplərin, bilərziyin təsirli olmasını etiqad etmək və buna başqa bir yeni ləqəblərin verilməsi. Hansı ki, bu şirk və bütpərəstlikdir. Yəni, başqa formada, başqa boya verilərək ortaya çıxarılır. Tövhid əhlinə bunu deyirlər. Yəni, insanlar arasında imanı və tövhidi zəif olan insanlar tərəfindən də, yəni belə insanların, batil insanların danışıqları da qəbul tapır. Və ona görə insan bu sözlərin, dediyi sözlərin mənasını anlamalıdır ki, onu doğru şəkildə riayət eləsin. Raditu billahi Rabben və bi Muhammedin Rasulə. Allahın Rəbb olmasına və Muhammedin Rasul olmasına razı qaldım. Yəni, onunla nə göndərilibsə, elmi və əməli işlər hamısı dindən sayılır. Və bil İslami dinən və həmçində İslamın din olmasına razı qaldım. Yəni, İslamla başqa bir yolun nə şəriət, nə din olmasına razı deyiləm və həmçinin də onu yol olaraq götürə bilmərəm. Yəni, Allah Teala'nın buyurduğu İslamı Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara çatdırmışdır. Və İslam da Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi hər şeyi özündə əhatə edir. Həm əməli işləri, əməl baxımından və həmçində elmi olan işləri, elmi məsələləri də özündə əhatə edir. Etiqadi məsələləri özündə əhatə edir, əhkamları özündə əhatə edir. Və buna görə Cəbrail aleyhissalamın hədisində İslam haqqında soruşduğu zaman İslam, iman və ihsan və o hədisin axırında deyir ki, Hədə Cibril ətəkum yuallimukum əmra dinikum. Və bu Cəbrail aleyhissalam idi, sizə dininizi öyrətmək üçün gəlmişdir. Yəni, bütün dini Allah Resulü sallallahu aleyhi və səlləm İslam, iman və ihsan adlandırır. Və Allah Teala da buyurur ki, وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ. Yəni, kim İslamdan başqa bir dinin ardınca gedərsə, ondan qəbul olunmaz. Hansı ki, ondan qəbul olunmur,
Yəni tövhiddən başqa birisi qəbul olunmur. Tövhid əsasdır. Hansı ki, bütün peyğəmbərlər bunun üzərində ittifaq etmişlər. Yəni, bütün peyğəmbərlərin dini İslam olmuşdur. Yaqub aleyhissalam evladlarına tövsiyə edərək deyir ki, İnna Allah astafa lekumuddin fələ temutunna illə və entum muslimun. Yəni, Allah Teala sizin üçün dini seçmişdir. Müsəlman olmadıqca ölməyin. Və həmçinin İbrahim aleyhissalamın dinidir. Zürriyyətinə, evladlarına və nəvələrinə tövsiyə etmişdir. Və vəssa bihə İbrahim bəni və Yaqub. Və bunu İbrahim aleyhissalam evladlarına və Yaquba tövsiyə etmişdir. Və həmçində Yaqub aleyhissalam da Ya bəniyyə innəllah astafə ləkumuddinə fələ təmutunə illə və entum muslimun. Ey oğullarım, Allah Teala sizin üçün din olaraq İslamı seçmiş və müsəlman olmadıqca ölməyin. Deməli, bu böyük əsası daxildir iman. İman deyildiyi zaman Allaha iman, mələklərə iman, kitablarına, rasullara iman, qiyamətə iman, qəza və qədərə imanı əhatə edir. Və həmçinin dini əhatə edir. Və həmçinin də İslamı əhatə edir. İslam da əməli məsələlər, zahiri əməllər əhatə edir. Və rasullar da bunda fərqlidirlər. Və izə udifə dəlikə ilən-nəbi Əgər bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə izafə olunarsa, nisbət olunarsa və bu Allah Teala'nın onun dili ilə buyurduğudur ümmətinə. Bütün bunlar hamısı bura daxildir, dinə daxildir. Və Allah Teala bunu güclü şəkildə buyurur ki, وَمَنْ يَبْتَغِي غَيْرَ الْإِسْلَامِ دِينَ فَلَنْ يُقْبَلَ مِنْهُ Kim İslamdan başqa bir dinin ardınca gedərsə, ondan qəbul olunmaz. Və buradan da kim başqa bir dini seçərsə, İslamdan başqa, Yahudilik, Xristianlıq, Buddizm, liberalizm və bu ondan qəbul olunmaz. Allah qatında qəbul olan din İslam dinidir. Allah Teala ondan başqasını qəbul etmir. Kim İslamı götürürsə, İslamı bütövlüyü ilə götürməlidir. Əvvəlindən axırınadək. Ondan bir tərəfini götürüb, digər tərəfini tərk etməli deyildir. Çünki İslam hamısını əhatə edir. Həm davranışları, həmçinin ibadətləri. Və burada birinci Muhammed gəlir, sonra din gəlir. Və bi Muhammedin Rasulə və bil İslami dinə. Muhammedin sallallahu aleyhi və səlləmin Rasul olmasına və İslamın din olmasına razı qaldım. Bu da onu bildirir ki, İslam iki şəhadətdən sonra gerçəkləşir. Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammedən Rasulullah. Yəni, iki şəhadəti insan gerçəkləşdirməsə, onun İslamı, dini gerçəkləşmir. Əgər bir insan ki, Allahın Rəbb olmasına razı deyil, Rəbb olmasına inanmır və yaxud razı deyil və yaxud Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbər və Rasul olmasına razı deyilsə, onun İslamı, dini gerçəkləşə bilməz. Allah Teala buyurur ki, "El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti raditu lekum bil-İslam dinə." Və bugün sizin dininizi mükəmməl etdim və sizə olan nemətimi tamamladım və sizin üçün İslamı bəyəndim, razı qaldım, seçdim. "El-yevme ekmeltu lekum dinakum" Sizin üçün dininizi bugün mükəmməl etdim, yəni onun əzəmətli dayaqlarını tamamladım. Yəni bu bayram günü nazil olmuşdur və Peyğəmbər sallallahu aleyhi və səlləm vida həccində olarkən. وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينَ Və sizin üçün İslamı din olaraq razı qaldım, seçdim. Deməli, bu sözləri müəzzin Əşhədü ən la ilahə illallah dediği zaman, dedikten sonra bunları deyir. Və ənə əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləh və ənə Muhammədən abduhu və rasuluhu raditu billah rabben və bil İslami və bi Muhammeden rasulə və bil İslami dinə. Və həmçinin digər hədisdə də Ayşə anamızdan səhih isnadla gəlmişdir ki, Ənə Nəbiyyə sallallahu aleyhi və səlləm İdə səmi'əl müəzzin yetəşəhəd yəqul. Peyğəmbər sallallahu aleyhi və səlləm müəzzinin şəhadət kəlmələrini gətirdiyini eşitdiyi zaman
deyərdi ki, və ənə. Mən də. Yəni burada açıq aydın keçir ki, əşhədü ən la ilahə illallah və ənə Muhammədən və əşhədü ənə Muhammədən Rasulullah sözlərini dediyi zaman və ənə. Yəni mən də şəhadət gətirirəm və burada qısadır. Bununla da bu yerdə kifayətlənmək olur və həmçinin yuxarıda keçən də demək olar. Yəni hər ikisi gəlib. Ya deyə bilər ki, mən də və yaxud da yuxarıda keçdiyi kimi və ənə əşhədu ən la ilahə illallah və ənə Muhammədən abduhu və rasuluhu vəhdəhu la şərikə ləh və ənə Muhammədən abduhu və rasuluhu raditu billah rabbən və Muhammədən rasulə və bil İslami dinə. Və bu hədisin də faydalarını götürək. Min ləvazimi rıza billah rabbən təhqiqul ubudiyyə. İnsanın Allahın Rəbb olmasına razı qalmasının gərəkdirdiyi mənalardan odur ki, ibadəti gerçəkləşdirmək. Yəni, tək olan Allaha yönəltmək həm sözlərdə, həm əməllərdə, həmçinin etiqadlarda. İslam dininin həqiqəti tövhidlə Allaha təslim olmaq, itaətlə ona boyun əymək, şirkdən, böyüyündən və kiçiyindən və şirk əhlindən uzaq olmaq. Və həmçinin Muhammed sallallahu aleyhi və səlləmin Rasul olmasına iman gətirməyin tamamlığındandır ki, onun gətirdiyi hər bir şeydə onu ixtilaf olan məsələlərdə hakim tutmaq və eyni zamanda onun hökmünə könül xoşluğu ilə təslim olmaq zahirən və daxilən. Çünki Allah Teala buyurur: "Fələ və rabbikə la yu'minun." Sənin Rəbbinə and olsun ki, onlar iman gətirmiş olmazlar. Fīmə şəcərə beynəhum həttə yuhəkkimuka fīmə şəcərə beynəhum. Öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə. Thumma la yacidu fi anfusihim haraca. Sonra və verdiyi hökmlərə qarşı nəfslərində heç bir sıxıntı duymadan mimma qadaytə və yusallimu təslimə və tam bir təslimiyyətlə boyun əymədikcə iman gətirmiş olmazlar. Və bu zikrin bərəkətindəndir ki, insanın günahlarını bağışlamaq, o sözü deyən insanın günahlarının bağışlanması. Çünki hədisdə keçir, "Ğufira lehu zənbu", onun günahları bağışlanır. Və həmçinin burada bu duadan olan hikmət odur ki, əzan əsnasında "Ennel əzən müştəmə alə mə'anin izam", çünki əzan özündə əzəmətli mənalar əhatə edir. Birincisi, Allahın əzəmətini etiraf etmək. Və ennəhu yasrudunə cələl kulli kəbir, Allahın əzəməti qarşısında hər bir böyük olan balacalaşır. Sonra iki şəhadət, hansı ki, La ilahə illallah Muhammed Rasulullah şəhadəti hər bir xeyrin açılır və hər bir şərrin qıfılıdır. Və namaza çağırış gəlir. Və o da, namaz da Allahın zikri üçün buyurulmuşdur. Sonra xoşbəxtçiliyə çağırış gəlir, qurtuluşa, nicata və sonra da yenə təkbirlə və ixlasla, tövhidlə tamamlanır.